Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Ay Həkim davam edir dostlar. CBC Sport'a baxırsınız və biz bugün uşaq və yeniyetmə psixiatriyasından danışırıq. Qonağımız uzman doktor Ceyhun Cəfərovdur. Ceyhun doktor, mən istəyirəm biraz da öz sahəmə girim izninizlə. Çünki uşaqlarda görürəm ki, qida davranış pozuntusu da kifayət qədər yayılıb, artır. Həm artıq çəki problemləri. Bunların onların beyni ilə əlaqəsi necədir? Əslində yemək davranışı beyin funksiyasıdır. Yəni acmaq, sonra doyğunluq hissi və s. Bunlar hamısı beynin nəzarətində olan bir şeydir də, davranışdır. Burada əlbəttə ki, yəni psixoloji pozuntuların olması və yaxud da yəni bunun nəticəsi olaraq yemək pozuntularının yaranması sıxlıqla qarşılaşan bir şeydir. Əsasən iki cür görə bilirik. Yəni ya həddindən çox yemək yemək, yəni o tıxanırcısa yemək yemək deyil dediyimiz davranış ki, bu da adətən məsələ yəni uşaqlarda duyğusal aclıq ya da emosional o dəyişikliklər, depressiya, özünü dəyərsiz hiss eləmə düşüncələri kimi hisslərdən, bəzən də qorxu, təşvişlə əlaqəli, həyəcan, stressi bastırmaq üçün, məsələn, imtahan ərəfəsində və ya da başqa stres faktorlarından qarşılaşdığı zaman gördüyümüz bir davranışdır. Bir də tam tərsi yemək pozuntusu, yəni yemək yeməmək, yeməyi rədd etmə. Burada da yenə məsələn bir çox amil ola bilər. Yəni depressiv əhval-ruhiyyə olduğu zaman özünü məsələn yəni olduğundan daha çox kök gördüyü zaman, hani o anoreksiya dediyimiz, hani manken xəstəliyi, yəni ki onlar da yeniyetmə dövründə başlayır. Bəli, yeniyetmə dövründə adətən olur, amma daha kiçik yaşlarda da gördüyümüz olur, yəni özünü bəyənməmə, özünün o bədən dismorfik pozuntusu dediyimiz pozuntu olduqdan sonra yeməyi azaldaraq, arıqlayaraq özünü gözəl olduğunu, özünü dəyərli olduğunu hiss etmə, düşünmə kimi şeylər görə bilirik. Bunların hər ikisində də əslində o altda yatan psixoloji durumun düzəlməsi lazımdır ki, yəni daha sonra sizlər dietoloqlarla düzənlənən o pəhrizlər, qidaların nətər qəbul edilməsi lazımdır, kalori hesablaması ki, nə qədər günlük, nə qədər ehtiyacı var, kilo aldırıcı və ya da kilo verdirici diyetaların uyğulanması o zaman işə yaraya bilir. Yoxsa əksi hallarda altda yatan patologiya düzəlmədiyi zaman nəticələr müvəqqəti ola bilir. Yəni uşaq məsələn deyim kiloludur, pəhriz uyğulanır, bir müddət 3 ay, 5 ay kilo verir. Ondan sonra təzədən o yəni yemə patologiyaları yarandığı üçün, davam elədiyi üçün təzədən kilo ala bilir. Yəni bu yeniyetmələrdə də elədir, uşaqlarda da elədir, yetişkinlərdə də bu əslində davam edən bir prosesdir. Dedim ki, mütləq bir psixiatrik dəstəklə bərabər olması nəticəni daha yaxşı olmasına gətirib çıxara bilər. Məncə də bəzi hallarda burada uşaqdan çox valideyni də psixiatra yönəltmək istəyi yarandır məndə. Çünki uşağı gətirirlər həkimə. Və orada uşağı danlayıb həkimin qarşısında elə bir vəziyyətə salırlar ki, uşaq ağlaya-ağlaya çıxır o kabinetdən və mən artıq bilirəm ki, o mən yazdığım diyeti nifrətlə edəcək, etsə belə valideynin qorxusu ilə. Yəni burada mən hər zaman deyirəm ki, siz ailəcə hamınız qida rasionunuzu dəyişib, onun qidalandığı kimi qidalanacaqsınızsa biz bu yola çıxaq. Yoxsa mən tortla çay içirəm, sən xəstəsən, sənə olmaz, burada nəticə olmayacaq, olsa da qalıcı olmayacaq, elə deyilmi? Əslində bəli, yəni valideynin həm bu problemin həlli ilə əlaqəli yanaşması, uşağa verdiyi reaksiyalar, əslində məsələn bu dediyiniz nümunədə duyğusal aclığın bir nümunəsidir. Yəni uşaq valideyndən göründüyü sevgi görmədiyi üçün, yəni o bağı qura bilmədiyi üçün uşaq yeməklə bağ qurmağa çalışır. Yemək yeyərək özünü xoşbəxt eləməyə çalışır, dəyərli olduğunu hiss eləməyə çalışır. Məsələn, əslində burada da bir Bir də nümunə gətirirlər. Doktor, bacısını görsəz, elə arıqdır, bütün günü yeməyinə fikir verir və ya o birisi qardaşını görsəz, necə incə-mincədir. Bu, bütün günü ancaq yesin, yatsın, kompüter oynasın. Burada o müqayisə eləmək də uşağın qısqanclıq şeyinə yarada bilir.
yəni həm ailə tərəfindən, həm o ətrafdakı dostları ilə əlaqəli bu yəni şey yarada bilər, stigma yarada bilər, bəli, stigma yarada bilər ki, yəni mən işte beləyəm, o müqayisə eləyirlər məni, mən belə olduğum üçün məni sevmirlər və ya da belə bir şeylər. Bu anlamda bunların hamısının kompleks olaraq düzəldilməsi lazımdır ki, və dediyiniz kimi ailənin də özünü, məsələn, ola bilər ki, ana metabolizması fərqlidir və yaxud da məsələn indi bəzi uşaqlarda var ki, bu hormonal pozuntulardan və yaxud da pandemiyadan sonra artdı, çox oturaq oldular, onlayn dərs. Oturaq olduqları üçün bəli, yəni məsələn ya da şəkərə meyilli olduğu üçün məsələ daha çox kilo ala bilir. Amma ailecə bunu, yəni o dediyiniz kimi rasionları, qidalanma şəkli düzəltmək lazımdır ki, uşaq bundan yəni nəticə görsün. Yoxsa valideyn çox yeyir, özü hani istədiyi hər şeyi yeyə bilir, amma uşağa deyirsiniz ki, bunu yemək olmaz. O çox onun üçün doğru bir şey deyil. Ümumiyyətlə əslində, yəni onu da qeyd edeyim, bayaqçı dediyimiz şeylərlə əlaqəli, bu texnologiya asıllığında da bu şamildir. Hər şeylə əlaqəli. Valideyn uşaq üçün bir aynadır. Yəni valideyn nə eləsə, nə tər hərəkət eləsə, nə hansı sözləri istifadə eləsə, hansı davranışları istifadə eləsə, nə yeməsə, nə yesə, nə yeməsə, uşaq da onu görüb təkrarlayacaq. Nümunə götürəcək. Yəni ona görə valideyn istəyirsə ki, uşağı yaxşı olsun, özü də yaxşı olmalıdır. Birinci özündən başlamalıdır. Özünü düzəltməyə çalışmalıdır. Bəzən olur məsəl üçün belə valideynlər görəndə mən ümumiyyətlə Fəhriz proqram yazmıram və deyirəm ki, mən sizə proqram yazmayacağam və deyəndə ki, biz bu uşağa nə verək? Deyirəm sevgi verin, diqqət verin. O zaman görəcəksiniz ki, o masaya bərabər oturun. O zaman görəcəksiniz ki, nə qədər şeylər dəyişir. Çünki doğrudan da bəzən bu ailələrlə işləmək çox çətindir. Burada işi uşaqdan qabaq valideyndən başlamaq lazımdır. Hətta maraqlı bir hadisəni də danışım sizə. Xanım gəlib 19 yaşından sonra, 18 yaşından sonra başlayıb dəhşətli kilo almağa və ana deyir ki, mən bununla bacarmıram. Yəni otaqda bir müharibədir. Və ananı çıxartdım çölə. Adətən mən elə oldu, uşaqlarla tək-tək danışıram, həmçinin yeni yetmələrlə. Və qıza dedim ki, nə baş verib də, yəni son bir ildə niyə bu qədər çəki almağa başlamısan? Dedi ki, mənim anam hər zaman mənim çəkimi kontrol altında saxlayıb. Və mən 18 yaşından sonra elə oldu ki, babam rəhmətə getdi və mən köçdüm nənəmgilə, nənəmlə yaşamağa. İndi nənəsi ilə yaşadığı üçün çıxıb azadlığa. Nə istəyirəm, yeyirəm. Deyir, nəyə ki, mənə qadağan eləmişdilər, hamısını yeyirəm. Mən belə xoşbəxtəm, qoy olum 90 kilo, mən bu bədənimi sevirəm. Əsas odur ki, mən özümə heç nə də qadağa qoymuram, heç nə limit qoymuram, hər şey yeyirəm. Ona görə siz də əziyyət çəkməyin, o proqramı mən eləyən deyiləm. Yəni belə hadisələrdə, maraqlı hadisələr də olur. Valideynin uşağın üzərindəki o baskısı, məcbur elədiyi şeylər müvəqqəti bir həll yoludur. Məsələn, dərs oxumaqla da həll yoludur. Məsələn, bir çox şeydə görürük. Yəni valideyn baskısından dərs oxuyur. Uşaq böyüyür, artıq azadlığa çıxır ya da özü artıq öz fikirləri yarandan sonra artıq görsən ki, oxumur. Niyə? Çünki əvvəllər öz istəyi ilə olmayıb. Yəni valideyn məcburiyyətindən, valideynin baskısı ilə olub. Ona görə çalışmaq lazımdır ki, uşaqlarımızı kontrol eləmək yox, uşaqlarımızı doğru tərbiyə eləmək lazımdır. Uşaqları doğruları öyrətmək lazımdır. Yoxsa mən belə deyirəm, belə elə yox. Yəni bu doğru bir həkim tərbiyə olacaqsan, metodu deyil. amma istəmir. Bəlkə çox yaxşı rəssam olacaq. Bəli. Yəni uşağımızı tanımaq və uşağın bacarığına görə, istəyinə görə yönləndirmək lazımdır. Yəni öz istədiyimiz, öz ağlımızda qurduğumuz şeyləri uşağın üzərində yeritməyə çalışmaq doğru deyil. Öz əksiklərimizi ya da uşağın üzərində yeritməyə çalışmaq öz yarım qalan arzularımızı onlar reallaşdırmaq məcburiyyətində deyirlər. Çox sevindim ki, bu mövzuda biz həmfikirik sizinlə. Təşəkkür edirəm. Və bir də istəyirəm biz autizm mövzusuna da toxunaq. Çünki 2 fevral bilirsiniz ki, Dünya Autizm Günüdür və bu diaqnozla rastlaşan valideynlər də kifayət qədər çoxdur. Sizə müraciətlərin sayı bu mövzuda autizmlə mübarizə mövzusunda ölkədə hansı boşluqlar var, nələr etmək lazımdır, daha nələri, necə görürsünüz bu problemin həlli yollarını? İstəyərdim bu haqqda məlumat verəsiniz. Bəli, əfsuslar olsun ki, autizm gün keçdikcə sıxlığı artan bir patologiyadır, xəstəlikdir. Yəni mən həkimlik dövründə, yəni tibb təhsili dövründə oxuduğumuzda 400 canlı doğumda bir idisə, indi artıq bu rəqəmlər 36 canlı doğumda, yəni 2022-də Amerikada çalışmalarda 36 canlı doğumda bir, yəni 10 qatdan daha çox bir artış olduğunu göstərir. Bizdə Azərbaycanda statistika yoxdur mən bildiyim qədər, amma hani sayı demək olar ki, yaxındır açıqcası. Yəni mən klinikada qarşılaşdığımda rəqəmlər həmin yaxındır, yəni az sayda deyil yəni. Bunun öncə səbəbi yəni nədir? Niyə oldu ki, bu uşaqda belə bir artış oldu? Yəni genetik amillər var, bəli, amma genetik amillər dəyişdirməz. Yəni o faizi dəyişdirməz. Ona görə burada genetik xarici amillər
nəzərdə tutulmalıdır. Burada nədir? İndi bayaq əslində qeyd elədik. Yəni ekrana məruz qalmaq. Kiçik yaşda uşaqların ekrana məruz qalması ən böyük risk faktorlardan biri budur. İkinci bir şey, cəmiyyətimizin ümumi olaraq bu şəhərləşməklə, işte bu pandemi dövründə o sosial izolyasiya ilə bərabər cəmiyyətin asosiallaşması. Əslində mən biraz bunu belə bir dramatik şəkildə ifadə eləyərək deyirəm ki, əslində biz uşaqlar, sadəcə uşaqlarımız, övladlarımız autizm şeyləri olmur, əlamətlərmi, autistik əlamətlər göstərmirik. Biz özümüz autistik, cəmiyyət olaraq autistik oluruq. Yəni əvvəllər, yəni mənim indi uşaqlıq dövrümdə biz bir çox qonşu ilə, qonşudakı uşaqlarla ünsiyyət qurarkən, tanıyarkən, onlardan gedib gələrkən, nə bilim onlarla bərabər məsələn bir süfrəyə oturarkən, indi çox bu anlamda insanların öz aralarındakı ünsiyyəti çox azalıb. Yəni yetişkinlər ən azından bu anlamda, yəni bu cəhətdən sosiallaşması zəifləyib. Onda belə çıxır ki, uşaqlar autizmlə doğulmur. Yoxsa belə doğulsa ümumi olaraq belə deyə bilərik. Yəni çoxunluqla bəli. Amma hani bəzən bəli, bəzi xəstəliklər, yəni sindromik xəstəliklər, genetik xəstəliklər və ya da işte ana bətnindəki inkişaf ləngimələri və ya da ananın xəstəlikləri, hamiləlik dövründəki xəstəlikləri, istifadə elədiyi dərmanlar autizmlə doğulmağa gətirib çıxarda bilir. Amma bu inkişafında bütün autizm diaqnozu qoyulan uşaqların hamısına şamil deyil. Yəni bəlkə 30% maksimum. Yəni indi o dedim ki, bu rəqəmi tam olaraq statistik olaraq demək biraz çətindir, amma təxminən o qədər. Amma geri qalan böyük faizi sonradan, yəni o inkişaf mərhələlərində ləngimələr olması, o uşağın ünsiyyət ehtiyacının qarşılanmaması, uşağın tək böyüməsi, izolyasiya içində, hani deyək də, böyüməsi ilə əlaqəlidir. Yəni uşaq məsələ kimdən nümunə almalıdır? Öz yaşıdlarından nümunə almalıdır və ya da atası ilə, anası ilə ünsiyyət qurduqdan sonra onunla nəsə, yəni nə də danışmaq lazımdır, nətər davranmaq lazımdır, öyrənməlidir. Bu ünsiyyət olmayandan sonra, uşaq tək böyüyəndən sonra bu nətər öyrənsin? Bəli, yaxşı halda bir dənə dayə qoyurlar yanına, sanki bu belə can güdən kimi, ayman ona toxunma, buna toxunma, o uşaqla danışma, o uşağa əl vermə, birdən qrip olar, birdən sənə keçər. Yəni uşağın o yəni emosional inkişafı, nitq inkişafı cəhətdən nümunələr yetərli olmadığı üçün də uşaqda bu ləngimə ola bilər. Emosional doyğunsuzluq. Bəli, emosional doyğunsuzluq, emosional nümunələrin olmaması, başa düşdünüz? Yəni mən buna ailələr hep nümunəsi verirəm. O Tarzan hekayəsi var, aviaqəzada uşaq atasının anasını itirir, meymunlar da desən gorilla hansısa böyüdür. Nə olur? Heyvan kimi də, yəni meymun kimi hərəkət edir. Bu epigenetik faktordur hardasa. Bəli, epigenetik faktor, bəli, elə demək daha doğru olar. İşte bu uşaq da, yəni uşağın əgər ətraf mühitdə, yəni ona nümunə olacaq, ona nəsə bir ünsiyyət qurması, danışmasını motivə eləyəcək bir şey yoxdursa, uşaq niyə danışsın? Uşaq niyə ünsiyyət qursun? Uşaq öz dünyasında olar, oturar, nə bilim, bir də oyuncaq tutar əlinə, onunla oynayar və ya da işte deyəm ki, ekrana baxar saatlarca, ətraf mühitdən təcrid olunmuş olar. Və bu da nə olur? Yəni uzun müddət davam elədiyi zaman artıq bunun qalıcı olaraq, hani beyin funksionallığını, beynin işləyişinin bunun qalıcı şəkildə belə formalaşmasına gətirib çıxarda bilir. Və biz bəzən düşünürük ki, valideynlər olaraq indi autizm nəzərdə tutmaq ümumiyyətlə də uşaqların tərbiyəsindəki nəyin çatmır, hər şeyin var. Əlində axırıncı telefon, nə istəmirsən almışıq, bütün brend geyinirsən, yaxşı yerlərdə oturursan, durursan məsələn, nəyin çatmır. Biz burada unuduruq ki, uşağın əslində onlara yox, bizim ünsiyyətimizə ehtiyacı var. Yəni mən indi bu mövzu da indi əslində biraz belə bir yaralı mövzumuzdur. Yəni anaların, yəni qadınların demirəm, amma anaların əsasən iş həyatına erkən atılması, uşaq daha 3 aylıqkən, 2 aylıqkən işə başlaması və uşağın ən çox anaya ehtiyacı olan dövrdə anasız böyüməsi o uşağın autizm kimi və ya da nitq inkişaf ləngiməsi kimi bir çox xəstəliklər cəhətdən risk də yaradır. Eyni zamanda uşağın psixolojik olaraq, xarakter olaraq da normal bir psixologiyaya sahib olmasına ciddi ləngimə yaradır. Yəni mən məsləhət görürəm ki, neçə yaşa kimi oturaq evdə? Ən az 2 yaşa qədər. 2 yaşa qədər. Çünki 2 yaşa qədər uşaq özünü anadan ayrı görmür, düşünmür. Onun bir davamı olaraq görür özünü. Mən bu problemi ilə öz ailə üzvlərimdə yaşamışam. Bacım 1 yaşında qoydu, çıxdı işə. Mən dedim ki, çıxma, gözlə. Nəysə ki, anamın təkidinə birdən iş əldən çıxdı işə. Yəni klassik Azərbaycan ailəsində biz də bu cəmiyyətdə yaşayırıq. Biz kosmosdan düşməmişik ki, bura deyək ki, hər şey bizdə idealdır, bizdə bu problem yoxdur. Və uşaq çox yaxşı uşaqdır, inkişafda hər şey yaxşıdır, amma uşaq dağıdır. Hər yeri dağıdır. Yəni evdə heç nə qalmayıb. Mən də deyirəm ki, o onun
sənə olan aqressiyasıdır ki, məni qoydun, getdin. Tez-tez bir də görürsən ki, uşaq xəstələnir, ana işə getməsin deyə və s. Belə şeylər də görürük, elə deyilmi? Bunlar da hamısı o diqqətsizliyin nəticəsidir. Yəni ananın əlbəttə ki, şey də önəmlidir. Yəni ananın uşağın yanında olması birinci önəmli şeydirsə, ikinci də yaxşı münasibət, keyfiyyətli münasibət. Yanında olub, cismən olub, ruhən telefonda olması da bir şey deyil. Bir çox məsələn qarşılaşırıq, məsələn autizm dedikdə, autizmli uşaqda anası ev xanımıdır. Amma uşaqla məşğul olmayıb, ya işte ev işlərindən məşğul olub, ya nə isə televizorla məşğul olub, yəni belə şeylər. Uşaqla ünsiyyət qurmaq, uşağın yəni o mənəvi ehtiyaclarını qarşılamaq, oyun ehtiyacını qarşılamaq, ondan pedaqojik olaraq öyrətmək nə isə də, rəngləri, sayıları nə isə də, indi uşağın yaşına görə ehtiyacı, bunlar da lazımdır. Yəni uşağın ananın yanına olması dedim ki, çox əhəmiyyətlidir, amma ananın da uşaqla məşğul ola bilməsi önəmlidir, ünsiyyət qura bilməsi önəmlidir. Burada mən bir də bu göz təmasını da vurğulamaq istəyirəm. Çünki siz biraz həzm sistemindən danışdınız, amma öncədən ailə üzvləri hər kəs bir yerdə oturub bir yemək yeyərdi. Heç olmasa günün bir öğününü, axşam yeməyi və ya səhər yeməyi. Bunlar da əslində uşaqların psixikasına ciddi təsir edir. Çünki biz göz təması çox az qururuq uşaqlarla. Hətta bir yerdə masada oturanda belə hər kəs öz telefonundadır və o göz təması qurmadığımız zamanda, o zamanda tək uşaqlar elə, böyüklər də özünü dəyərsiz hiss eləyir. Və siz əgər qarşınızda yemək yediyiniz zaman qarşınızda oturan insanı gözünə baxanda özünüzü dəyərsiz hiss eləyirsinizsə, o yemək sizə nuş olmayacaq. Nə də ki, o yeməyi həzm eləmək üçün o fermentləri də kifayət qədər ifraz edə bilməyəcəksiniz. Mən belə görürəm, bilmirəm, bəlkə səhv görürəm, bəlkə çox dramatikləşdirirəm. Yox, əslində belə deyim də, yemək yemək ritorikasını insanın yəni xoşbəxt olması üçün ən önəmli şeylərdən biridir. Bu sadəcə şey deyil, yəni qarnını doyurmaq ya da oradakı işte faydalı maddələrin bədənə girməsi deyil. Yəni o ritorik davranışda yəni bərabər zaman keçirmək, zaman keçirmək, o ailənin bütünlüyünün hiss eləmək, yaxın dəstəyi hiss eləmək ki, atam mənim yanımdadır, anam mənim yanımdadır, qardaşım, bacım və s. Bu önəmlidir və ünsiyyət, yəni məsələn indi bayaq sosiallaşmadan məsələdir. Yəni ünsiyyət, məsələn günün sonunda adətən axşam yeməyində də yəni bərabər hər kəs bərabər olur və günün nətər keçdi, bir problemin varmı, yaxşı nə oldu bu gün? Bəli, hani bunları paylaşmaq, bölüşmək, yəni üzüləcəyimiz şeyləri bölüşərək bu kədərimiz azala bilər. Sevindirici şeyləri bölüşərək sevincimiz artar. Yəni bu anlamda bu münasibətin o yaranması üçün o yeməyin süfrənin arxasında olmaq və ünsiyyət qura bilmək. Bu arada bir də şey var ki, yəni yemək yeyərkən danışılmaz. Mən ona qatılmıram. Yəni düzdür, müəyyən indi şeylərə diqqət etmək lazımdır. Yəni ağızda yemək olarkən danışmaq olmaz və s. amma yəni yemək əsnasında danışılmazı ümumiləşdirmək çox doğru bir şey deyil məncə. Təşəkkür edirəm. Çox maraqlı, dəyərli məsləhətlər verdiniz və bugünün mesajı o olsun ki, ünsiyyət quraq, daha çox ünsiyyət quraq övladlarımızla, onları dinləməyi bacaraq. Qonağımız uşaq və yeniyetmə psixiatrı, uzman doktor Ceyhun Cəfərov idi dostlar və mən son olaraq bizim verilişimizin baş sponsoru Ştada şirkətinə öz təşəkkürümü bildirmək istəyirəm. Kalsium D3 Nikamet 25 ildən artıq mövcuddur və sınanmış preparatdır. Hamilələr və 3 yaşdan yuxarı uşaqlar da istifadə edə bilər. Günə 3 fincandan artıq kofe içirsinizsə, vegansınızsa, uşağınıza süd verirsinizsə və yaxud hamiləsizsə, siqaret çəkib spirtli içkilərdən istifadə edirsinizsə, kalsium ehtiyacınız daha çox artır və buna görə də təyinata uyğun olaraq kalsium D3 Nikamet portağal və limon dadlı preparatı istifadə edə bilərsiniz. Baş sponsorumuz Ştada şirkətinə təşəkkürümüzü bildiririk. Digər sponsorumuz Böyük Britaniya təhsil idman həkimi Fərid Səlimovdur. Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng edərək randevu ala bilərsiniz. Bugünlük bu qədər və xülasə olaraq biz valideyn olaraq övladlarımızı xoşbəxt etmək yox, həyata hazırlamaq məcburiyyətindəyik. Əsas missiyamız bu olmalıdır. Gəlin onlarla daha çox ünsiyyət quraq. Doktorumuzun da dediyi kimi daha çox onları dinləyək ki, cəmiyyətə faydalı və sağlam övladlar verək. Verilişin baş sponsoru Kalsi D3 Nikamet.